Hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Çox maraqlı bir söhbətlə sizin qarşınızdayıq. Yağ istehsalı və yağın orqanizmə faydaları haqqında maraqlı bir söhbət sizi gözləyir. Mövzu sizə də maraqlıdırsa, ekrana yaxın əyləşin. Yağ istehsalı, keyfiyyət yoxsa yağlı vədlər? Badam, qoz, fındıq, küncüt toxumu, balqabaq tumu. Orqanizmin yağın keyfiyyətinə reaksiyası nə cürdür? Bizim bütün hüceyrə membranaların içində yağ var. Peşəkar yağ istehsalçısı xüsusi diqqəti nəyə yönəltməlidir? Yağın heç bir metal ilə təmasda olmamağına da fikir veririk ki, bu da onun kimyəvi tərkibinin yenə də olduğu kimi qalmasına səbəb olur. Eyni yağın təkrar istifadəsi düzgündürmü? Belə bir yağ seçilsin, hansı ki o tüstülənmə temperaturu, yəni yanma temperaturu yüksək olsun. Abadçı Maya Səbzəliyeva və gastroenteroloq hepatoloq Mahirə Qədirova 23 may saat 10:00-da sağlam səhhətdə izah edəcək. Efirdə Sağlam Səhətin saatıdır və qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Qonaqlarımız Abadçı Maya Səbzəliyeva və gastroenteroloq hepatoloq Mahirə Qədirovadır. Xoş gəlibsiniz hər ikinizdə. Mətbəximizin olmazsa olmazı yağlar haqqında söhbət aparacağıq. Çox maraqlıdır. İstərdim söhbətə Maya xanımla başlayaq. Maya xanım, necə oldu ümumiyyətlə yolunuz Abaddan düşdü? Öncə buna bir aydınlıq gətirərdiniz. Teşekkürler dəvətiniz üçün də. Mən əslində ixtisasca həkiməm, tibb universitetini bitirmişdim və sağlam qidalanma həmişə mənim belə deyim də hobbimi deyim, yəni həyat tərzim idi hətta. Və yağların da sağlam qidalanmada önəmini çox bilirdim və buna görə də özüm yağ istehsalına başladım. Fikirləşdim özüm üçün, ailəm üçün bir təbii sağlam yağlar çəkim və sonra bunu biznesə keçirtmək arzusu məndə yarandı. Amma biznes sahəsində də heç bir təcrübəm yox idi. Nəyi necə başlayacağımı bilmirdim və buna görə Abada müraciət elədim. Abad mənə istiqamət verdi. Həm iri marketlər şəbəkəsinə çıxışa dəstək oldu ki, bu da çox doğrudan da əslində mənim kimi yeni başlayan insanlar üçün çox böyük dəstəkdir. Artıq 6 ilə yaxındır ki, mən Abadçıyam. Və çox maraqlıdır, hər halda siz də təsdiqləyirsiniz ki, biz hər birimiz marketdən yağ aldığımız zaman çalışırıq ki, mümkün qədər təbii yağ olsun. Müxtəlif çeşidli marka adı çəkmədən danışaq, müxtəlif çeşidli markalı yağlar var. Və Maya xanım, təbii yağın hansı özəllikləri var? Misal üçün, yağı necə istehsal edirsiniz? Bu, təbii ki, təbii yağ olur. Bunun hansı parametrləri var, hansı göstəriciləri var? Yağların çəkim metodu fərqlidir. Ən əsaslarını deyim ki, var soyuq sıxım və isti qaynar sıxım. Qaynar sıxım zamanı yüksək temperatura yağ məruz qalır, toxumlar. Bəzən də hətta çəkiləcək toxum özü belə qızdırılır və bu zaman əmələ gələn yağın tərkibində vitaminlər az ola bilər. Amma yağ istehsalı çox olur. Yəni çox vaxtı yağın əmələ gələcək, istehsal olunacaq yağın miqdarı çox olduğuna görə çox istehsalçılar bu üsula əl atırlar. Soyuq sıxım zamanı isə yağın tərkibində bütün vitaminlər qalır, amma yağın miqdar cəhətcə az olur. Məsələn, mənim çəkdiyim yağlar soyuq sıxım yağlardır. Digər bir tərəfdən rafinə edilmiş və edilməmiş yağlar var. Buna da bir aydınlıq gətirərdinizmi? Rafinə edilmiş yəni necə? Rafinə edilməmiş odur ki, yəni onun üzrə yağ çəkilib bitəndən sonra orada işlənmələr getmir onun. Öncə gəlin bunu deyək Maya xanım, nələrdən yağ alırsınız? Günəbaxan tumu, kakos, yerli bizdə badam, qoz, fındıq, küncüt toxumu, balqabaq tumu, yəni çoxdur, çeşid yağlarımız çoxdur. Bunların hamısından yağ alırsınız Maya xanım? Bəli, hətta Abadın dəstəyi ilə bizim göz önündə belə yağ çəkimi bir proyektimiz də var ki, göz önündə də yağlar çəkirik. Abadın bir stendi var, Bravoların bir sıra iri marketlər şəbəkəsində belə bir hətta proyektimiz də var bizim. Və yağların yəni rafinə edilmiş, edilməmiş nədir? Rafinə edilməmişdə heç bir işlənmələr keçmir. Amma rafinə edilmiş yağlarda, yəni yağ çəkildikdən sonra onun saxlama müddəti əslində soyuq sıxım
yağdırsa, burada az olur. Düzdür, növü çeşiddən də asılıdır. Məsələn, kətan yağında 3 ay ola bilər, digər günə baxan yağında 6 ay ola bilər. Amma bu müddət, rəf müddətini yağın uzatmaq üçün istehsalçılar onu çox vaxt rafinasiya prosesindən keçirlər. Və bu zaman onun tərkibindəki bir sıra faydalı, omega-3 yağ turşuları kimi faydalı maddələri çıxardırlar, hansılar ki, tez oksidləşə bilirlər bu maddələr. Bunları çıxardıqda yağın saxlama müddəti uzanır. Həmçinin saxlama müddətini yenə də artırmaq üçün digər bəzi maddələr də əlavə edə bilirlər ona, müxtəlif kimyəvi maddələr. Maya xanım, o zaman sizin təqdim etdiyiniz yağ məhsulları rafinə edilməmiş məhsullardır, Bəli. əgər doğru başa düşdümsə. Soyuq sıxım və Bəli. rafinə edilməmiş qatqısız məhsullardır. Bəli. Siz çox qəşəng bir ipucu verdiniz. Belə çıxır ki, biz gedirik marketə, misal üçün günə baxan yağının, günə baxandan almış yağdırsa 6 aydan çox əgər onun rəf ömrü varsa, deməli rafinə edilmişdir, deyilmi? Yəni təbii halda yalnız 6 ay qala bilər günə baxan Bəli, yağı. saxlama müddəti də önəmlidir. Bu da əsas göstəricilərdən biridir. Bəli. Amma bir şeyi də mən nəzərinizə çatdırmaq istəyirəm. Rafinə edilməmiş soyuq sıxım yağlarda yüksək temperatura dayanıqlı olmurlar əksəriyyəti. Yəni bunda bişirmək, xüsusilə yüksək temperaturada bişirmək də məsləhət deyil. Bu da vacib məqamdır. Salatlarda istifadə edə bilərik. Salatlarda daha istifadə yaxşısı. etmək, müalicə Mahirə xanım, məqsədi. istərdim ki, yağın orqanizmə təsiri haqqında öncə məlumat verərdiniz. Yağ bizə lazımdırmı? Lazımdırsa nə üçün lazımdır? Çünki bəzi diyetoloqlar var, sosial mediada rast gəlirik. Misal üçün bir diyeta proqramı tərtib eləyir. 5 ay ümumiyyətlə yağsız bir diyeta. Misal üçün bir insan 5 ay, 6 ay ümumiyyətlə yağ istifadə etməzsə nə baş verər? Bəli, bəli. Çox sağ olun. Çox gözəl mövzuya toxundunuz. Çünki son zamanlar ümumiyyətlə yağ barədə çoxlu şayələr var, gəzir və son zamanlar bu kərə yağın təmizliyini və s. çox söhbətləri eşidirik. Hansı daha təmizdir? Hansı təmizdir, hansı təmiz deyil, qatqılar var, yoxdur. Ümumiyyətlə elə bir bədəndə hüceyrə yoxdur ki, orada yağ ya da ki lipid, belə deyək, yağ bir lipidlərin bir növüdür, iştirak eləməsin. Yağın özü ziyan deyil, yağın sadəcə necə istifadə elədiyi zaman bizə ziyan vura bilər. Yanlış istifadə etdiyimiz zaman zərərli ola bilər. Zərərli ola bilər. Məsələn, yağlar olur doymuş və doymamış. Əksər hallarda biz doymamış yağlar duru yağlar şəkildə olur. Doymuş yağlar isə bərk yağlar. Biz deyimiz kərə yağı, mal ətin yağı və s. heyvan yağları və doymamış yağlar əksər hallarda bitkidən alındığımız bir yağdır. Sözsüz istisna halı var. Məsələn, balıq yağı. Balıq yağı heyvan yağıdır, belə deyək, bitki deyil, amma duru şəkildə olur. Ya məsələn, kokos yağı, bitki yağıdır, amma bərk şəkildə olur. Yağın sözsüz bədənə çox faydası var. Ən əsas odur ki, bizim bütün hüceyrə membranaların içində yağ var. İkincisi, o cinsi hormonlar, kişi və qadın, o reproduktiv funksiyasına təsir eləyən, yəni yağlardan, xolesterindən istifraz olunur. Yəni, yağda həll olan vitaminlər, məsələn, A, D, E, K vitaminlər var. Hansı ki, biz yağ olmasa, bunlar bizim bədənimizə sorulmaz və bu da sağlamlığa ciddi təsir ola bilər. Məsələn, vitamin D çatışmazlığı zamanı biz bilirik ki, sümük yumşaq ola bilər. Məsələn, A vitamin çatışmazlığı gözə ziyan verə bilər. K vitamin çatışmazlığı özü də laxtalanma sisteminə təsir elə bilər. E vitamini də ümumiyyətlə antioksidantdır və yenə də reproduktiv funksiyasına çox təsir elə bilər. Ona görə mən o diyetoloqlarla qətiyyən razı deyiləm. Və son zamanlar ümumiyyətlə diyetologiya bir balaca mənim fikrimcə biraz ümumiyyətlə tibb dəyişkən bir elmdir. Yəni ona görə ki biz 20 əvvəl bildiyimiz biliklər indi tamam dəyişib. Yəni tibb dəyişib, dünya dəyişir. Yəni onun üçün diyetologiya da həmçinin. Əvvəl dediyimiz bu ziyanlı şeylər idi, indi xeyir sayılır və əksinə əvvəl xeyir sayılan indi ziyandır. Ona görə indi tövsiyələr belədir sonuncu. Yəni rasionun 30%-dən az təşkil olmamalıdır yağlar. Yəni əgər 100% götürək insan rasionu gün ərzində, onun 30%-i yağ təşkil eləməlidir. Məsələn, 50% zülal və ancaq 20% karbohidrat. Karbohidrat dediyimiz həm şəkər, həm bitki, həm tərəvəz və s. Belə.
Maya xanım, çox maraqlıdır. Bu yağı əldə etdiyiniz zaman diqqət etməli olduğunuz məqamlar nələrdir? Hər halda bunun da keyfiyyətlisi, keyfiyyətsizi, peşəkar yanaşma, qeyri-peşəkar yanaşma da var, deyilmi? Yəni bir peşəkar yağ istehsalçısı yağ istehsal etdiyi zaman nələrə diqqət etməlidir ki, yağın keyfiyyəti zərər görməsin? Burada çox vacib nüanslar var. Yağın saxlanma şəraiti, çəkildikdən sonra hansı qabda saxlanılır, bu da önəmlidir. Bunları da deyərdiniz, necə qabda saxlanılmalıdır, harada saxlamaq lazımdır? Çalışmaq lazımdır ki, günəş şüasından uzaq olsun, qaranlıq yerdə qalmalıdır yağlar. Çünki günəş şüasının təsirindən öz faydalı tərkibindəki faydalı maddələr parçalana bilərlər. Və saxlanılan qab plasmas olmasın. Plasmas qabda qalarkən orada mikroplasmas hissəciklər uzun müddət qaldıqda yağın tərkibinə keçib şüşədə qalmalıdır. Şüşə qabda qalmalıdır. Biz özümüz çəkim zamanı yağı çəkdiyimiz avadanlıq özü dəmirdən, hətta orada metaldan istifadə edilmir. Taxta çəlləklərdə çəkirik ki, burada daha belə deyək də daha xırda detallara fikir veririk ki, çoxları buna fikir vermirlər və bu zaman hətta yağın heç bir metal ilə təmasda olmamağına da fikir veririk ki, bu da onun kimyəvi tərkibini yenə də olduğu kimi qalmasına səbəb olur və qeyd etdiyim kimi temperatur təsirindən çox tez parçalana bilirlər. Xüsusilə də omega 3 tərkibində olan yağların bu termiki təsirə çox həssasdırlar belə yağlar. Ona görə də bizdə heç bir istilik sistemi olmadan yağ çəkilir və mütləq çiy toxumdan çəkirik. Çünki toxum özü qovrulmuş toxumdan çəkiləndə yenə də artıq onun tərkibindəki vitaminlər parçalana bilərlər. Alıcılara isə yenə də bu sözlərə, yəni soyuq sıxım, rafinə edilməmiş, bu sözləri əlbəttə axtarmaları lazımdır etiketdə. Amma yenə də deyirəm, bəli, amma yenə də deyirəm ki, belə yağlar da yüksək temperatura dayanıqlı olmurlar. Belə yağlar müalicə məqsədi ilə daxilə qəbul edilə bilərlər və ya salatlara istifadə edilə bilərlər. Çünki bişirilməyə yararlı olan yağ, bizim həkimimiz də qeyd elədiyi kimi, o doymamış yağlarda yüksək temperatura dayanıqlıq çox olur. Məsələn, kərə yağıdır. Təmiz əgər kərə ərinmiş yağ tapa bilsələr, o yüksək temperatura dayanıqlıdır. Onda bişirilməyə məsələn yararlıdır. Zeytun yağı, amma sobada bişən yeməklərə mən həmişə məsləhət görürəm ki, yemək bişənə yaxın əlavə eləsinlər. Çox yüksək temperaturada. Yemək bişənə yaxın əlavə eləsinlər, yəni saatlarla qaynamasın. Hə, ümumiyyətlə mən əslində yeməyin bişmə texnologiyasında da əslində bu bir başqa mövzudur. Yəni soruşurlar qızartmaya hansı yağı məsləhət görürsünüz? Mən ümumiyyətlə özüm bir nutrisioloq kimi ümumiyyətlə qızartmanı belə məsləhət görmürəm. Ona görə sobada bişirilməyi məsləhət görürəm və yaxud qazın üstündə bişən yeməkdirsə, əgər ora məsələn zeytun yağı əslində yüksək temperatura digər yağlara baxanda daha dayanıqlıdır zeytun yağı, amma yenə də onun tərkibi o qədər polifenollarla orqanizm üçün belə deyim də çox faydalı olan zərərli hüceyrələrimizdə zərərli toksinlərdən qoruyacaq o qədər maddələrlə zəngindir ki və onların tam keyfiyyətinin qalması üçün mən deyirəm ki, yaxşı olar ki, yeməyi, yəni bişənə yaxın, sonuna yaxın əlavə eləsinlər zeytun yağında və yaxud sobada bişirərkən bişən yeməklərə əlavə eləsinlər. Temperaturun yəni 260 dərəcəyə qədər, yəni zeytun yağı davamlıdır yüksək temperatura. Qeyd etdiniz ki, biz istehsal etdiyimiz yağ məhsullarını plasmas qablarda deyil, şüşə qablarda saxlayırıq. Amma bugün marketdə duru yağların demək olar ki, əksəriyyəti bir çoxu elə plasmas qablardadır. Bu sağlamlığımıza zərərdirmi, doktor? Plastik qablarda ümumiyyətlə öz markirovkası var. Ümumiyyətlə təkcə yağdan yox, sudan hətta danışanda xüsusi markirovkalar var. O bu plastik qabın dibində göstərilir, o markirovkalar var. Ona da diqqət etməliyik. Diqqət et. Yəni ki, bəzi plastik qablar var, hansı ki uzun müddət məsələn hansı bir qidalı maddəni saxlamaq uyğundurlar. Eləsi var, uyğun deyil. Bu yəni artıq fərdi. Mən də bilmirəm, bu yağ istehsalçıları əgər o plastik qablara bunları yerləşdirirlər, yəqin ki, o elə plastik qab istifadə edirlər ki, hansı ki saxlamağa yararlıdır. Bəli. Yəni onun konkret individual bir istehsal olduğu qutuya baxmaq lazımdır.
O ki qaldı ümumiyyətlə yağların ziyan olub-olmaması barədə mən sizə yenə də dediyim kimi yağ özü xeyirlidir. Sadəcə biz həmişə qorxduğumuz nədir? O həmin trans yağlar dediyimiz bir anlayış var. Trans yağ nədir? Trans yağ odur ki, müxtəlif bir şərait altında, tutalım ki, doktor dediyi kimi, məsəl üçün qızdıranda onu ya işıq altında, bitki doymamış yağlarda bu gidrogenizasiya prosesi baş verir və orada trans yağlar əmələ gəlir. Əslində normada bu trans yağlar kərə yağında da var 7%-ə kimi. Süddə də var, ətdə də var trans yağ. Çünki trans yağlar təbii də üsulla əmələ gələ bilərlər. Və biz işlədiyimiz zaman, məsəl üçün həmin o rafinə edilməmiş yağı biz qızdırsaq, məsəl üçün kartof bişirsək ya nəsə yemək bişirsək, orada trans yağlar əmələ gələcək və o da bizim sağlamlığımıza ziyandır. Yəni hətta ürək damar sistemi xəstəlikləri qaldıra bilər, hətta onkoloji xəstəliklərin. Və ona görə də dediyi kimi, yəni ancaq çiğ vəziyyətdir. Amma qızdırmaq üçün, yemək bişirmək üçün rafinə olunmuş yağlar və o nədən asılıdır? Yağların bu tüstülənmə temperaturu var. Məsələn, zeytun yağında o tüstülənmə temperaturu bir qədər yüksəkdir. Ona görə məsələn qızartmaq üçün, yemək bişirmək üçün zeytun yağı istifadə oluna bilər. Bəs Maya xanım, deyək ki, biz aldıq bu yağları, evdə soyuducuda mı saxlayaq, soyuducudan kənarda mı saxlayaq, ən doğru şəkildə ev şəraitində yağ necə saxlanılmalıdır? Mən həmişə məndən yağ alanda mən soyuducu deyirəm. Niyə görə? Çünki deyəndə otaqda saxlaya bilərsiniz. Hər kəsin otaqda temperaturu fərqli ola bilər. Ona görə bizim çəkdiyimiz yağlar məhz soyuq sıxım, rafinə edilməmişdi deyə bunlar həm günəş şüasından uzaqda qalmalıdır, həm xüsusi temperaturda qalmalıdır ki, 18-21 dərəcə arasında və bu temperatur yəni individual hər kəsin evində yenə dediyim kimi fərqli ola bilər. Mən ona görə deyirəm soyuducuda saxlayın. Çünki yenə də deyirəm, bəzən olur ki, ağzı açıldıqdan sonra, bunun da çox önəmi var. Xüsusilə ağzı açıldıqdan sonra həmişə deyirəm soyuducuda saxlayın. Çünki ağzı açıldıqdan sonra artıq o hava ilə təmasa da girməyə başlayır. Qapağını bizim müştəri nə qədər onu kip bağlayacaq, bağlamayacaq, ora hava ilə təmasda olacaq. Bu məqamlarda çox önəmlidirlər. Amma yenə də məsələn zeytun yağı əslində saxlama müddəti digər yağlara nisbətən daha çoxdur. Yenə mən onu da əslində belə deyirəm ki, soyuducuda saxlayın. Çünki qazın bəzən otaq temperaturunda da deyəndə insanlar onu qazın düz yanında qoya bilirlər. Orada isti olan bir yerdir. Onun da yenə də tərkibi dəyişə bilər. Ən təhlükəsiz soyuducudur o zaman. Bir də bəzən xüsusən də belə qənaətçil analar nə edirlər? Deyək ki, duru yağla bir yemək bişirdilər, yaxud xüsusən də qızartdılar. Artıq yağ qalırsa onu soyuducuda saxlayırlar, növbəti dəfə bir də qızardırlar. Atmağa heyfimiz gəlir deyirlər. Təkrar eyni yağdan istifadə orqanizmimizdə necə təsir göstərir? Xüsusi olaraq o friturlardan istifadə olunan yağdır. Bu kartoşka fri, hamımızın xoşladığı yemək. Çünki yağ çox istifadə olunur deyə sonra bir aləm yağa atmağa əlləri gəlmir. Deyir, onsuz da misal üçün 3 gündən sonra bir də bişirəcəm də. Evdə yenə eyni yağda bir də qızardırlar. Əslində mən bu mövzuna maraqlanmışam və yəni rəsmi olaraq məsələn dünyada icazə verilir 3-4 dəfə. Məsələn, o restoranlardan gedir söhbətdə, istifadə eləmə. Amma yenə də dediyimiz kimi... Evdə də təkrar saxlayıb istifadə edənlər oldu. Bəli, istifadə elə. Yenə də orada söhbət gedir o trans yağların əmələ gəlməsindən. Yəni, əgər elə bir şey istifadə eləyirlərsə, yaxşı ki, olar ki, elə bir yağ seçilsin, hansı ki, o tüstülənmə temperaturu, yəni yanma temperaturu yüksək olsun. Ən yüksəkdir ki, zeytun yağı, doktor dediyi kimi, ən 250-260 dərəcədə, yəni ki, bunun tüstülənmə temperaturu nədir ki, o temperaturdur, hansından ki, başlayır o ziyanlı maddələr, trans yağlar əmələ gəlməyə. Yanır yağ deyirlər. Yanır yağ deyirlər, bəli, elədir. Bəs Maya xanım, deyək ki, qeyd etdiniz ki, saxlama şəraiti çox önəmlidir. Günəş şüalarından uzaq olmalıdır, temperatur olmamalıdır, soyuducuda saxlamaq lazımdır. Siz misal üçün marketlərə bu abad məhsullarını təqdim etdiyiniz zaman orada saxlama şəraitinə də diqqət edirsinizmi, yaxud diqqət olunurmu? Necə saxlanılır, hansı şəraitdə saxlanılır? Çox məsuliyyətlidir. Əslində sağlam qida, konservantsız, qatqısız qida istehsalı ilə məşğul olmaq çox məsuliyyətli bir işdir. Bu işdə mənə abad da çox dəstək olur. Məhsulların marketlərə daşınmasında, xüsusi daşınma zamanı
zamanı xüsusi onların bu nəqliyyat vasitələrində soyuducular da olur ki, hansı yağ kimi mütləq məhsul ki, mütləq soyuducuda daşınma zamanıdır müəyyən temperaturda, ona da riayət edirik və marketdə də stendlərimizdə də orada da soyuducularımız da var, hansılar ki, məhsullar ki, məhz soyuducuda saxlanılmalıdır, soyuducuda saxlanılırlar. Bəli, bunlara da yəni əməl edirik biz orada və bir də onu da deyim ki, məhsulların müddəti də az olduğuna görə biz marketlərə çox az porsiyalarda, miqdarlarda veririk, amma tez-tez veririk. Yəni uzun müddət qalmırlar rəflərdə. Yəni satıldıqca veririk. Bizim yəni fresh olduğuna, hər şey yeni sıxım olduğuna görə biz bu yəni qayda ilə işləyirik. Yenə də qeyd edirəm, bəzən ola bilir ki, bir sıra istehsalçılar yəni bir dəfəlik böyük miqdarda məhsul verirlər. Bizdə belə deyil, konsepsiya tamam fərqlidir. Demək olar hər həftə, bəzən həftədə 2 dəfə məhsul veririk. Yəni satılır və olan ehtiyaca uyğun yenə də məhsul göndəririk. Daha çox hansı yağı sata bilirsiniz? Dadları fərqli olurmu? Misal üçün badamındadır, bəli, fındığındadır. hərəsinin tamamilə fərqlidir. Ən çox sözün düzü məndə balqabaq tumu yağı çox satılır, satış rekordlarını görür. Bu da əsasən onun qurd əleyhinə müalicəvi təsiri ilə əlaqədardır. Çünki analar bəzən olur ki, heç bilmirlər, şübhələnirlər ki, qurd var, yoxdur və buna görə də dərmana müraciət etmək istəmirlər. Hər şübhələndikdə dərman verməyə yəni istəmirlər. Bu zaman artıq profilaktik məqsədlə bizim balqabaq tumu yağımız çox gözəl işə yarayır. Yəni ən çox budur. Sonra xanımlar kokos yağını çox sevirlər. O da çox satılanlar arasındadır. Çünki kokos yağı universal bir yağdır. Həm kokos yağının da belə bir xüsusiyyəti var ki, yüksək temperatura dayanıqlıdır. Və bitki yağlarının arasında yeganə yağlardan biridir ki, o soyuqda donur. Çünki tərkibində doymuş yağ turşuları onun var. Yəni soyuq temperaturda kərə yağı necə donur, o da elə donur. Onun həm saç baxımı üçün, həm üz baxımı üçün, kosmetik məqsədlər üçün də istifadə edilir. Həm yeməyə, kofeyə, yəni qəhvəyə qatmaq olar, qəbul etmək olar. Yəni həm qida kimi, həm kosmetik məqsədlə universal bir yağdır. O da çox əldə edilir bizdən. Bəs dadlandırıcılar əlavə edirsinizmi? Məsəl üçün daha çox belə deyirlər, deyir qabı açan kimi günəbaxan qoxusu vurdu, nə bilim qabı açan kimi fındıq qoxusu vurdu adamı. Belə olurmu? Bizim yenə də bizim seçdiyimiz yol elədir ki, biz heç bir qatqı maddəsi əlavə etmirik, amma heç ehtiyac da görmürəm. Çünki onun hər şeyin təbii forması o qədər gözəldir ki, əslində. Kokosun özünün çox gözəl, yəni ətri var. Günəbaxandan, soyuq sıxım günəbaxanda zərif belə günəbaxanın həm dadı zərif gəlir, həm qoxusu zərif gəlir. O qovrulmuş günəbaxandan bəzən Sovet dövründə olanlar görüblər, o belə günəbaxanın kəskin yağının iyi var idi. O günəbaxan yağı niyə kəskin idi? Çünki orada qaynar sıxımı idi. Qaynar sıxımda bax elə günəbaxanın kəskin iyi gəlir. Amma soyuq sıxımda yenə günəbaxanın ətri gəlir, amma zərif, xoşa gələcək tərzdə gəlir. Yəni hərəsinin özünün ətri o qədər gözəldir ki, heç ehtiyac yoxdur, deyilmi? Ehtiyac da yoxdur, bəli. Və bizim seçdiyimiz yolda zaten qatqısız məhsullar olduğuna görə heç bir şey əlavə etmirik. Doktor, özünüz hansı duru yağından daha çox istifadə edirsiniz? Hansı məhsuldan alınmış? Mən zeytun yağından istifadə edirəm daha çox. Çalışıram ümumiyyətlə yeməyə əlavə eləməyim, amma indi ailə var. İndi bilirsiniz də, yəni bu sağlam qidalanma əslində vacibdir, önəmlidir. Sadəcə indi hamını bu cəlb edək bu işə bir balaca çətindir. Cəmiyyət olaraq digər yağlara ağız dadımız o qədər də alışmayıb. Rafinə olunmuş yağın ümumiyyətlə heç dadı yoxdur. Rafinə olunmamış yağın dadları var. O da məsəl üçün zeytun yağın dadı çox xoşa gələn bir yağdır, yəni daddır. Məncə onu istifadə olar salatların üstünə ümumiyyətlə. İstifadə etmək çox tövsiyə eləyərəm. Burada yəni omega 3, omega 6 kimi yağ turşuların tərkibinə zəngindir. Onu da əlavə edeyim, omega 3 və omega 6 əvəz olunmayan yağ turşulardır. Yəni bunlar bizim bədənimiz tərəfindən sintez olunmur. Biz onu ancaq kənardan qida ilə, yağla ala bilirik. O da çox vacib məsələdir. Doktor, və xüsusən də övladı qəbizlikdən əziyyət çəkən analar qaşıq-qaşıq hər səhər uşağa zeytun yağı verərlər. O da niyə olurlar? Ümumiyyətlə yağın belə bir xüsusiyyəti var, o öd kisənin boşalmasına kömək eləyir. Yəni öd qovucu effekti olur yağın, xolikinetik
effekt var. Ona görə də yağ, istənilən yağ, yəni bu ödü qovanda, yəni qarın açmasına, yəni gətirib çıxarda bilər. Əlbəttə ki, onun üçün istifadə edirlər. Və ümumiyyətlə zeytun yağından da o qədər istifadə edirlər ki, ümumiyyətlə zeytun yağı kosmetologiyada da istifadə olunur, müxtəlif hətta kremlərin hazırlanmasında istifadə olunur və möcüzəvi meyvələrdən biridir. Bəs Maya xanım, bu satışınız daha çox paytaxtda mı olur, yoxsa bölgələrdən də sifariş qəbul edirsiniz, yaxud bölgələrdə də satışınız olurmu? Əsas etibarilə yox, Bakıdadır. Bəli, Bakıda bir neçə marketlər şəbəkəsində ABAD-ın dəstəyi ilə bizim stendlərimiz də var. Digər marketlərə də həmçinin məhsullarımız satışdadır, amma ən əsas Bakıdadır. İnşallah bölgələrə də planlayırıq. Bəs özünüz ən çox hansını sevirsiniz? Ən sevdiyiniz yağ hansıdır? Mən özüm yəni müalicə məqsədi ilə desəz, mən çörək otu, qara zirə yağını çox sevirəm. Çünki mən o yağı qəbul edəndə hər dəfə bir kurs kimi qəbul edirəm və bədənimdə çox inanılmaz dəyişikliklər görürəm hər dəfə bunda. Və ümumiyyətlə mənim belə deyim də oxuduqlarıma əsasən əsas bizim xəstəliklərin başında dayanır. Ya virusdur, göbələkdir, müxtəlif parazitlərdir ki, bu yağ o qədər universal bir xüsusiyyətə malikdir. Onun içində timaxinon adlı bir maddə var ki, virusun da, müxtəlif mikroorqanizmlərin, parazitlərin də, göbələklərin də xəstəlik törədən bakteriyaları da yəni məhv edə bilir və həmçinin immuniteti də gücləndirir. Yəni insan belə deyim çox belə güclü bir immunitetə malik olur və xəstəliklərdən qorunur. Və yeni məsələn saç tökülmə olursa, yeni saçların çıxmağı. Ona görə mən mütəmadi o yağı qəbul edirəm. Ən sevdiyim odur. Yəni ən faydalı deyərdim ki, yağlardan biri sayıram onu. Amma özüm mətbəxdə desəz ən çox hansını istifadə edirəm? Zeytun yağını ən çox, yəni gündəlik istifadə etdiyim yağdır. Və yağlar rənglərinə görə də fərqlənir. Bəzən alıcılar yanlış olaraq baxırlar, deyir ki, parlaqdırsa deməli keyfiyyətlidir, daha açıq rəngdirsə deməli daha yaxşıdır. Belə bir cəmiyyətimizdə təsəvvür də var. Yağlar bir göstəricidirmi Maya xanım? Rəngləri. Yağların rəngi bəli. Deməzdim. Bilirsiniz, yağın rəngi toxumun, onun çəkildiyi xammaldan asılı olaraq dəyişə bilir. Bəzən xammalın növü də dəyişə bilir. Necə ki, var almanın yaşıl sortu, qırmızı sortu. Elənçinə də bəzən alaqanqal toxumu alırıq. Toxumun növü fərqli çıxa bilir. Ondan da yağ çəkirsiniz? Zonadan, bəli, böyüdüyü, yəni yetişdiyi zonadan asılı olaraq. Qara zirə toxumunun özünün də fərqli sortları var. Yəni toxumun sortundan, növündən asılı olaraq çəkilən yağın rəngi dəyişə bilər. Hər halda bir xeyli söhbət məhsuldan gedir. Misal üçün 1 litr zeytun yağı almaq üçün nə qədər zeytun istifadə edirsiniz? Yenə də bu zeytunun yağlılığından da çox şey asılıdır. Elə yaşıl zeytunda fərqli olur, qara zeytunda fərqli olur. Onun yenə də zeytunun özünün növündən də çox dəyişir. Yəni hərdən elə ola bilər ki, kətan toxumu 1 kilodan 250 ml yağ ala bilirik. Hərdən də olur çox az yağlılıq olur, 100 ml alırıq. Yəni toxumun yağlılıq sortu, burada xüsusi nüanslar var ki, toxumun biz çalışırıq həm pestisitsiz yetişən toxumları çalışırıq istehsalımızda istehsal edərək, həm də yağlı sortu olması çox vacibdir. O zaman seçdiyiniz məhsulun keyfiyyətli olmağı da çox önəmlidir, deyilmi? Buna nə qədər diqqət edirsiniz, misal üçün aldığınız məhsullara? Xam malın keyfiyyətli olmasına çox fikir veririk. Çalışıram imkan daxilində mən əslində öz yerli xam malımızdan istifadə edeyim. Məsələn, fındıq həm əzmə, həm yağı üçün yerli bizim öz Zaqatala fındığımızı çox bəyənirəm. Dünyanın ən gözəl fındıqlarından sayılır. Yerli badamdan istifadə edirəm. Həm badam yağı, həm badam əzməsi çalışıram daxili bazarda imkan olduqca. Amma bəzən olur ki, xam mallar daxili bazarda yetərli qədər olmaya bilir. Bu zaman artıq xaricdən gələn xam malı almaq məcburiyyətində oluram. Amma yenə də burada da xam malın keyfiyyətinə çox önəm veririk biz. Bəs doktor, son olaraq izləyicilərimizə yağ istifadəsi ilə bağlı nə tövsiyə edərdiniz? Mən tövsiyə edərdim ki, bir balaca bu doymuş yağlardan uzaqlaşaq. Kərə yağı olsun. Mən qətiyyən demirəm kərə yağı pisdir, ya ziyandır. Yox, qətiyyən. Yəni kərə yağı səhər yeməyinə, çörəyin üstünə istifadə eləmək olar. Amma elə ailələr var, onlar hər bir yemək bişirirlər gündə 3 dəfə. Kərə yağında, o ərilmiş yağında istifadə edirlər.
Mən tövsiyə edirəm ki, belə doymuş yağlar olsun, məsələn, quyruq piyi, olsun bu bizim qoyun ətin piyi, mal ətin piyi uzaq olaq və doymamış, yəni bitki yağlara daha çox istifadə eləyək. Yəni o daha, çünki o həm çox yayılıb son zamanlar ürək damar problemləri, həmin o şəkərli diabet, piyələnmə və s. Və yenə də deyək istəyirəm ki, karbohidratlardan, şəkərdən yerinə yağlardan istifadə eləyək. Çünki şəkər özü daha insanı kökəldir, artıq çəkisinə səbəb olur, nəyə ki yağ. Yəni, çünki hər dəfə biz glukoza qəbul eləyəndə, şəkər qəbul eləyəndə insulin bədəndə qalxır və artıq şəkər yenə də piyə çevrilir. Ona görə də şəkəri azaldıb, kalorajımızı yağla alaq, yağ və zülalla alaq. Maya xanım, hələ indiyə qədər abadçı olmamış yağ istehsalçılarına bir abadçı olaraq nə demək istəyərdiniz efir vasitəsilə? Niyə abadçı olsunlar? Məhz yağ istehsalçılarına mı? Ümumiyyətlə, yağ istehsalçılarına yox, ümumiyyətlə istəyirsiniz, ümumi abada haqda deyə bilərəm. Belə abada qoşulmaq, yəni məni kimi biznes təcrübəsi olmayanlar üçün doğrudan da çox faydalı bir qurumdur və marketlərlə, iri marketlərə daxil olmaq, onlarla yəni o ödəniş problemləri olsun və s. yəni ilk addımlayan sahibkarlar üçün bunlar hamısı çox yəni qəliz görsənə bilirlər, bəli. Və Abad burada yəni bizim üçün çox gözəl bir əlaqələr qurur həmin marketlərə girməkdə. Yəni ən əsas da mən onu qeyd edim ki, istehsal çox önəmlidir, amma istehsaldan da önəmli o məhsulu təqdimatıdır, onu satışa çıxartmaqdır ki, bunu da mənə Abad dəstək olmuşdur. Ona görə çox buradan yenə də minnətdarlığımı bildirirəm sahibkarlara belə dəstək olduqlarına görə. Gəldiyinizə görə hər ikinizə təşəkkür edirik. Əziz tamaşaçılar, bizim bugünkü qonaqlarımız qastrentoloq, hepatoloq Mahirə Qədirova və abadçı Maya Səbzəliyeva idi. Qeymə görə isə hər zaman olduğu kimi Vomma Butikə təşəkkür edirəm. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabında görürsünüz. Əziz xanımlar, münasib qiymətə keyfiyyətli geyimlər əldə etmək istəyirsinizsə, yolunuzda heç düşünmədən Vomma Butikdən sala bilərsiniz. Bir sıra geyimlərə çox yaxşı endirimlər də var. Təşəkkürlər Vomma Butik. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Yenə sizin görüşünüzdə gəlmək ümidi ilə ayrılırıq. Sağ olun, sağlıqla qalın.